Allah Subhanahu və Teala rəhmətindəndir ki, qullara rəhm edir və qullarının tövbəsinə sevinir. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem nədir? Deyir, Allah sizlərdən birinin tövbəsinə sevinməsini misal çəkir. Deyir ki, sanki deyir, səhrada bir kimsənin deyir, azuqəsi öz miniyinin üzərindədir, yeməyi, içməyi, sonra miniyini itirir. Və sonra artıq ölümlə üz-üzə qalır. Bir müddət keçir, miniyini görür. O necə sevinirsə, deyir, Allah sizlərdən birinin tövbəsinə ondan daha çox sevinir. Yəni, bu da Allahın rəhmətindəndir. Əslində, nə ibadət edənlərin ibadəti, nə itaət edənlərin itaəti, nə insanların salih əməlləri Allaha bir fayda vermir. Nə də sənin hidayət üzərində olan bunun Allaha nə bir zərəri, nə də bir xeyri yoxdur. Hətta insanlar hamısı küfr belə eləsələr, yəni yenə də bu Allahın mülkündən heç bir şeyi əskiltməz. Necə ki, Allah Subhanahu taala Quran-ı Kərimdə deyir ki, kim doğru yolda olarsa, kim hidayət yolu üzərində olarsa, bu onun leyhinədir, bu onun xeyrinədir. Kim də zəlaləti seçərsə, zəlalət yolu üzərində olarsa, bu da onun əleyhinədir. Çünki buna görə sabah sən qiyamət günündə cəhənnəmə və yaxud da cənnətə gedəcəksən. Yəni, sənin cənnətə getməyin Allahın mülkündə heç bir şeyi artırmır, nə də cəhənnəmə getməyin Allahın mülkündən heç bir şeyi əskiltmir. Və Allahın da rəhmətindəndir ki, sən az bir əməl eləyirsən, qarşılığında sənə əbədi cənnət verir.